Aha, sifət, sifət əlamət və keyfiyyət bildirir. Əlamət nədir? Keyfiyyət nədir? Əlamət bizim gözümüzlə görə bildiyimiz özəlliklərdir. Məsələn, kiminsə boyu uzundursa, onun uzun olmağı onun əlamətidir. Saçının rənginin qara olmağı onun əlamətidir. Məsələn, deyirik ki, qalın kitab desək belə, yəni kitabın qalın olmağı onun əlamətidir. Və keyfiyyət nədir? Keyfiyyət o deməkdir ki, hansısa bir şeyin daxili xüsusiyyəti. Məsələn, birinin çalışqan olmağı, necə çalışqan? Bu onun keyfiyyətidir. Səmimi, necə keyfiyyətdir? Nə bilim, dürüst keyfiyyətdir. Bunun kimi daxili özəlliklərimiz bizim keyfiyyətimizdir. Yəni əlamət bir şeyin əlaməti. Məsələn, hansısa bir xəstəlik olur, o xəstəlik üzə çıxır, aşkara çıxır, biz onu görürük. Belə yadda saxlayaq ki, gördüyümüz, əlamətini gördüyümüz şeylər əlamətdir. Amma görmədiyimiz, məsələn, bir mal alırıq, bir yemək alırıq, onun keyfiyyətinin dadına baxanda bilirik. Yəni keyfiyyət onun daxili özəlliyidir. Belə yadda saxlayaq. Sifət necə, nə cür, hansı suallarına cavab verir və həmin bu bir şeyin əlamətini və keyfiyyətini bildirir və həmişə sifətin yanında, yəni daha çox sifətlərin yanında isimlər işlənir. Bunu da unutmayaq. Daha sonra burada yazdığım qeyddə qeyd olunub ki, daşdır, yundur, taxtadır, şüşədir və s. bu kimi sözlər çoxlu-çoxlu oxumaq lazımdır ki, yadımızda qalsın. Bu sözlər cümlələrin içərisində sifətin sualına cavab verir. Amma onlar isimdir. Nitq hissəsi olaraq onu biz başqa nitq hissəsi götürmürük. Məsələn, tutalım ki, yazıram ki, yun corab ən gözəl məsələn məhsuldur. Burada corab isimdir və onun üzündən qabaq yun sözü işlənib. Gəlin cümlə içərisində sual verək. Necə corab yaxşıdır? Necə? Yun corab yaxşıdır. Burada necə sualına cavab verirdi? Cümlədə necə sualına cavab verə bilər, amma nitq hissəsi desə ki, nədir? Versə ki, birinci söz hansı nitq hissəsidir və yaxud da ki, elə sözlərə rast gələcək cümlə daxilində. Məsələn, birinci söz isimdir desə, bəli, bu nitq hissəsi olaraq isimdir. Bunu başqa bir nitq hissəsi götürmək ixtiyarımız yoxdur. Bunu da yaddan çıxartmayaq. Ən çox çaşdıran suallardan biridir. Bu bilirsiniz necə bir şeydir. Məsələn, bir aktyor olur. Aktyor səhnəyə çıxır. Məsələn, kişi aktyorlar. Qadın paltar geyinir. Qadın paltarı geyinir səhnədə olanda. Bax, bu da onun kimidir. İsim cümləyə gedəndə, cümlənin içərisində olanda sifətin paltarını geyinir, onun sualına cavab verir. Amma o aktyorun səhnəsi bitdikdən sonra o paltarı geyindi deyə ömürlük qadın mı olur? Xeyr. Səhnə bitdikdən sonra yenidən öz kişi obrazına qayıdır. Bu da onun kimidir. Cümlədən çıxartdığın an bu yun sözü sifət deyil, isim olur. Yəni nitq hissəsini nə götürsək desək isim götürür. Necə ki o aktyor qadın paltar geyinib deyə biz ona qadın demirik. Belə yadda saxlaya bilərik. Daha sonra sifətin dərəcələri var. Sifətin ən əsas əlamətlərindən biri onun dərəcə əlamətidir. Sifətin dərəcə əlaməti nə deməkdir? Sifətin o deməkdir ki, bir şeyin əlaməti və yaxud da keyfiyyəti ya çox olur, ya az olur, ya da normal olur. Yəni adi ola bilər, azala bilər və yaxud da çoxaltma ola bilər, çoxala bilər. Çoxaltma. Baxın, bayaq bura yazmışıq ki, məsələn, qalın. Desəm ki, az qalın, yəni azaldıram onun qalınlığını. Desəm ki, çox qalın kitabdır, yəni normaldan çoxaldıram onun qalınlığını. Bir də deyirəm, sadəcə qalındır, yəni adi dərəcədədir. Bunu da bu formada mənalarla yadda saxlaya bilərik. Adi dərəcə normada olduğunu bildirir, azaltma normadan az olur. Biz əsas azaltma ilə çoxaltmaya baxacağıq. Niyə? Çünki həm azaltmada, həm də çoxaltma iki yolla düzəlir. Biri sintaktik yoldur, digəri morfoloji yoldur. Sintaktiki baş hərfindəki s ilə yadda saxlayırıq ki, yəni çoxaltma dərəcəsində sözə artırılan hissə adi sözlərdən ibarət olur, amma morfoloji yolda şəkilçilərdən ibarət olur. Bu necə baş verir? Gəlin azaltma dərəcəsinin sintaktik yoluna nəzər salaq. Məsələn, birinci yazaq morfoloji yol.
azaltma morfoloji yolla bu şəkillərlə düzəlir. Şın, sov, ımtıraq, ımtıl, yalnız və s. Bu şəkilləri görsək, əgər sözdə biz avtomatik olaraq biləcəyik ki, bu azaltma dərəcəsidir və morfoloji yolla yaranıb. Çünki bunlar şəkilçilərdir və bunlar sözə bitişik yazılır. Bəs sintaktik yol nədir? Vaxtımız getməsində qeyd elədim. Ala, açıq, təhərkəm. Görürsünüz, təhər bir sözdür, açıq bir sözdür və bunlar tam olaraq hamısı bitişik yazılmır sözə. Bax, ona görə də bizdən əgər testlərdə qarşınıza çıxacaq, bunu da bir nüans olaraq yadda saxlayaq. Əgər bizdən soruşsa ki, hansında mürəkkəb sifət var, mürəkkəb sifət var. Bax, biz bu sintaktik üsulu götürəcəyik. Niyə? Çünki sintaktik üsul nədən ibarətdir? Sözlərdən ibarətdir. Amma əgər desə ki, düzəltmə sifətlər və yaxud da ki, başqa formada. Yəni, bu zaman biz şəkilləri götürəcəyik. Amma ən əsası, zaten bunu soruşmur. Ən çox bizdən bunu soruşur. Hansında mürəkkəb sifət işlənmişdir? Bax, o zaman gördünüz ki, hansısa azaltma dərəcəsi və yaxud da çoxaltma dərəcəsi var və o sintaktik yolla yaranıbsa, avtomatik olaraq siz onu mürəkkəb götürəcəksiniz. Və sifətdə ən çox düşən bir şey, yəni azaltma dərəcəsini, çoxaltma dərəcəsinin xüsusiyyətlərini öyrənmək asandır. Ən əsas onlarda nə zaman bitişik, nə zaman defislə yazılmaqda. Baxın, təhərlə kəm bu ikisində. Təhərlə kəm eyni zamanda digər tərəfdə qeyd eləmişəm. Həmişə bitişik yazılır. Sözü bitişik yazılmalıdır. Sonra ala, açıq, 2A hərfi ilə başlayanlar həmişə defislə yazılmalıdır. Bir qayda olaraq defislə yazılanları oxuyun, bir yerə qeyd edin. Gözünüz öyrəşsin ki, ala sözü yadınıza gələndə avtomatik olaraq defis işarəsi yadınıza gəlsin. Və yaxud da hər sözdən bir dənə söz əzbərləyin ki, hə, bu söz belə yazılırdı, deməli ala belə yazılmalıdır və yaxud da bu formada öyrənin. Az da həmişə ayrı yazılır. Mən bu biri tərəfdə həm çoxaltmanı, həm azaltmanı bir yerdə yazmışam. Bu daha yaxşı yadda qalır. Üçünü bir öyrənirsən, üçünü bir. Amma bu da yenə də ayrı-ayrı da yazmış olduq. Bunu da öyrənirik. İndi gəlin azaltma dərəcəsinə aid nümunələr yazaq. Məsələn, deyirəm ki, sarı təhər. Bu sözlərə baxaq. Məsələn, sizin ümumiyyətcə yadınızdan çıxıb ki, bunlardan hansının azaltma dərəcəsinin xüsusiyyətidir? Mənaya baxın. Deyirəm ki, sarı təhər. Həm təhər burada fikir verin, bitişik yazılır. Yəni, sarıya oxşamır. Sarı təhər. Tam sarı deyil. Adi dərəcədə deyil sarı. Sarını azaldır. Sarı təhərdir. Yəni, sarıya oxşuyur. Məsələn, az şirin. Normal dərəcədə şirin deyil. Normaldan azdır. Az şirindir. Azaldır. Kəm şirin, şip şirin deyil, kəm şirindir, yəni şirinliyi azdır. Ala çiğdir, yəni tam bişməmişdir, normadan azdır bişdiyi. Yəni bu formada da yadda saxlamaq olar. İndi mən buraya yazım morfoloji və sintaktik yolla yaranan çoxaltma dərəcəsini. Baxaq. İndi baxırıq, morfoloji yolla yaranan çoxaltma dərəcəsi 2-dir. Biri cazə şəkilçisini harda görsək, morfoloji yol götürəcəyik. Məsələn, deyirəm ki, körpəcə, yəni körpəni artırıram. Bilirsiniz necədir? Bu azaltmırıq əslində. Körpə özü balaca deməkdir, okey də. Prosta körpəcə, yəni onun körpə olduğunu çoxaldıram. Biri var xırda, biri var az xırda, biri də var deyirəm xırdacadır. Yəni xırdanı o qədər azaldıram, onu xırdaca eləyirəm. Daha doğrusu, yəni onun xırda olduğunu çoxaldıram, yəni çox eləyirəm. Bilirsiniz necə başa salım? Xırda onun mənasının az olduğudur, o mənaya baxmırıq. Biz ümumi yaranan sözə baxırıq. Yəni, onun balaca olduğunu çoxaldırıq, xırdacana eləyirik. Belə yəni yadda saxlayırıq. Cazə morfoloji üsuldur və cazə bir neçə yerdə şəkilçi ola bilər. Bunu gələcək dərslərimizdə fərqləndirəcəyik. Amma ən əsas mənaya baxacaqsınız ki, körpə sözünü körpəcə eləyir. Yəni, çoxaldırıq balaca olduğunu. Xırdaca da onun kimidir. Mıpırısı necə düzəlir? Ən maraqlı düzəlmə budur. Deməli, biz adi dərəcədə olan sifəti götürürük və onun ilk 2 hərfini götürürük. Bu birləşmələri əlavə edirik və yenidən o sözü oraya yazırıq. Məsələn, yazırıq bura sapsarı. Sapsarı bu yolla düzəlir. Deməli, sarı sözünün
Əvvəl bu iki rəqəmlər. Gecə video çəkəndə mənim həmişə beynim donur. Həmin bu iki dənə hərfini götürürük əvvələ qoyuruq. Görürsüz, bu budur. Sa. M, P, R, S-dan hansı uyğun gəlirsə birini bura yazırıq və sözümüz düzəlir. Məsələn, qıpqırmızı sözü. Qırmızı sözümüzün ilk iki hərfi nədir? Q. Yazırıq bura Q. Q qırmızı uyğunlaşmır. Götürürük bura bir dənə də hərf əlavə edirik. Qıpqırmızı. Yəni qıpqırmızı, sapsarı, yamyaşıl. Bunlar hamısı çoxaltma dərəcəsidir. Yəni sarı olduğunu çoxaldır, sapsarı eləyir və hansı yolla yaranır? Morfoloji yolla M, P, R, S samitlərinin birləşməsinə yaranır. İndi isə gəlin baxaq sintaktik yola. Sintaktik yolda həmin bu sifətlərin əvvəlinə ən, lap, daha olduqca ədadları artırılır. Və bu ən, lap, daha olduqca görürsüz, həmişə ayrı yazılır. Məsələn, deyirəm ki, lap sarıdır. Sarı olduğunu çoxaldıram. Məsələn, deyirəm, olduqca sarıdır, daha sarıdır. Ən qırmızı şar mənə verir. Yəni, qırmızılığını artırıram. Və budur, əndir. Bunlar hər biri ayrı yazılır. Sonra gəlir düm hissəciyi. Düm hissəciyi bitişik yazılır. Yadımızda saxlayaq. Məsələn, deyirəm ki, dümağ. Yəni, mən bunu bitişik yazmalıyam. Ayrı yazma ehtimalımız olmamalıdır. Zil və tünd sözlərimiz isə daha çox zil yox. Burada zil də ayrı yazılır. Tünd sözümüz defisinə yazılmalıdır. Məsələn, tünd qırmızı. Yəni, yadımızda saxlayırıq ki, çoxaltma dərəcəsində tünd sözü defisinə yazılır. Desəm ki, bəs çoxaltmanın hansını mürəkkəb götürəcəyik? Əlbəttə ki, sintaktik yolla yarananı mürəkkəb götürəcəyik. Niyə? Çünki bunlar ayrı-ayrı sözlərdir. Düm də ayrı sözdür, tünd də ayrı sözdür və bunlar mürəkkəb yolla yaranır. Sifətin ən əsas qaydaları bunlardır və yadımızda saxlayırıq ki, alagöz, açıq-aşkar, açıq-aydın, ala-bula bu 4 dənə sözü mütləq yadda saxlayırıq. Bunlar sifətin çoxaltma dərəcəsində deyil. Çünki ala sözünü biz harda gördük? Azaltma dərəcəsində gördük. Açıq sözünü azaltma dərəcəsində gördük. Amma göz nədir? İsimdir. Bunu götürə bilmərik. Bunlar, yəni yerdə qalan çox belə sözlər var ki, məsələn, kəm ağıl da buna aiddir. Kəm sözü yazaq bura. Kəm ağıl da bunlar nədir? Adi dərəcədə olan sifətlərimizdir, dərəcə əlaməti daşımır. Ki ilə, dakı ilə bağlı məqama gələk. Baxın, harada dakı sözünü görsəz, feildə, isimdə, ola bilər ki, bu feili artırılsın, ola bilər ki, bu ismi artırılsın. Dakı sözünü harada görsək, biz onu sifət götürəcəyik. Mütləq 100% əminik. Amma ki-ni %99% sifət götürürük. Daha çox sifət olur. Bəzən ola bilər ki, zərf də ola bilər. Bunu necə bilirik? Əgər Q-dan qabaq qrammatik şəkilçi varsa, məsələn, deyirəm ki, o mənim əmiminkidir. Baxın, burada əmi sözün köküdür. Əmim, əmimin, ki, artıq burada ki-dən qabaq qrammatik şəkil varsa, bu əmiminki sözü isimdir. Amma yox, əgər bu ki birbaşa kökə artırılırsa, bu zaman bu sifətdir. Məsələn, dünənki sözünü qarışdırırlar, deyirlər ki, zərfdir, amma dünən zərf ola bilər. Bu, bura artırıldısa, artıq o sifət yaradır. Yəni, biz buna baxırıq, kökə baxmırıq, yaratdığına baxırıq. Dakıda onun kimi. Məsələn, sizdəki, hamı deyir, siz əvəzlikdir. Xeyr, dəki artırılıbsa, biz sözün sonuna baxırıq. Yəni, həmişə leksik şəkilçiyə baxırıq. Axırıncı leksik şəkilçi artırılan söz onun nitq hissəsidir. Məsələn, deyə bilərik ki, dürüstlük. Dürüst sifət ola bilər. Lük axırıncı leksik şəkilçimiz isimdir deyə bu isimdir bu söz, dürüstlük sözü. Bunu da yaddan çıxartmayaq. Qəbul sualı da var. Burada da qeyd etmişəm. Ki və dakı yeganə sifətin sualıdır ki, yəni necə sualına cavab vermir. Yalnız və yalnız hansı suala cavab verir? Qəbulda çaşdırıb vermişdilər ki, cümlələrin birindəki hansı cümlədə sifətin sualı digərindən fərqlənir. O da ki ilə, dakı ilə bağlı olan sifətlərdir. Və ən əsas məqamımız sifətin isimləşməsi ilə bağlı məqamdır. Sifətin isimləşməsi nədir? Bayaq dediyim kimi, sifətlər
cümlələrin daxilində, amma cümlə daxilində olur. Ancaq qeyd eləyək ki, burada cümlədə olur təkcə. Cümlə daxilində nə edir? Sifət ismin xüsusiyyətlərini götürür. İsmin də xüsusiyyəti nədir? Mənsubiyyətini götürür, hal şəkilçisini götürür, cəm şəkilçisini götürür. Bəzən də xəbərli şəkilçisini götürür. Və bunları götürərək cümlədə sifət də olsa, nə edir? İsmin sualına cavab verir və isimləşir. Məsələn, deyirəm ki, dürüstlər heç vaxt unudulmur. Məsələn, bura baxanda görürük ki, sözümüzün kökü dürüst sifətidir. Amma Lalələr cəm şəkilçisini qəbul edib. Deməli, bu isimləşibdir. İsimləşib. Amma nə olsun, isimləşsə də, yenə də bu qrammatik şəkildə daxil sözümüzü dəyişmir. Sözümüz sifətdir yenə də. Amma gətirin dürüst sifət, dürüst sözünü çıxardaq cümlədən qırağa. Dürüst, necə? Dürüst, sifətdir. Amma burada dürüstlər kim? Kim sualına cavab verir? Yəni, bunu da tapmağın ən asan yolu yanına isim artırmaqda. Məsələn, dürüstlər unudulmur. Deyə bilərik ki, dürüst, bunu silirik, dürüst insanlar unudulmur. Dürüst adamlar unudulmur. Bunu da götürə bilərik isimləşmə xüsusiyyəti kimi. Burada qeyd etmişəm, isimləşmə ancaq cümlə daxilində ola bilər. Əgər ismin sualına da cavab verirsə, bizdən nitq hissəsini soruşsa, yenə də biz onu sifət götürəcəyik. Bəzən də uşaqlar çaşırlar, məsələn, ancaq mənsubiyyət axtarırlar, hal axtarırlar, cəm axtarırlar. Amma yadlarından çıxır ki, adlı halın şəkilçisi yoxdur axı. Qeyri-müəyyən təsirli, qeyri-müəyyən yerli halın şəkilçisi yoxdur axı. Onu da yaddan çıxartmırıq. Məsələn, burada qeyd etmişəm, qoca gəldi. Qoca normalda sifətdir. Qoca adam necə? Amma burada deyir ki, qoca gəldi. İsmin sualına cavab verir. Bu adlı haldadır. Amma ismin sualına cavab verir. Biz onu isim götürə bilmirik. Tək cümlədən çıxardaq qoca sözünü. Necə? Qoca. Ona görə qoca burada isimdir. Kim sualına cavab verir. Deyə bilərik ki, məsələn, qoca adam gəldi deyə bilərik. Avtomatik olaraq qoca sözünün sifət olduğu ortaya çıxdı. Burada da həmin onu tapmağın yolunu qeyd eləmişəm. Sifətdən bu qədər. İndi sizə mən həmin sifətin işlənən bəzi cümlələri göstərim isimləşmə ilə bağlı. Gəlin elə birinci suala baxaq. Deməli, bizə deyir ki, hansında sifət ismin xüsusiyyətini daşıyır? Baxaq. Böyüklərə hörmət hamının borcudur. Nə hamının borcudur? Hörmət kimə? Böyüklərə. İsmin sualına cavab verdi. Gələk böyük sualını çıxardaq buradan. Böyük. Adi halda hansı suala cavab verir? Necə? Adi halda sifətdir. Amma burada cümlənin içərisində ismin sualına cavab veribdir. Deməli, bu isimləşib. Çünki özündən sonra larlər də var. Həm də deyə bilərəm ki, böyük adamlara hörmət. Bax, o ismi yanına qoyan kimi avtomatik olaraq sifət ortaya çıxdı. Məsələn, çoxdan çox pay düşər, azdan az. Çoxdan kimdən, azdan az getdi. Yıxılana balta çalan çox olar. Bu da çıxdı. Qoca kişi hansı? Yenə də hansı sifətin sualına cavab verdi. İsimləşməyib sifətdir. Cavan müğənni, necə müğənni? Yenə də özü elə sifətdir. İsmin sualına cavab verməyibdir. Daha sonra hansı cümlədə sifət ismin xüsusiyyətini daşıyır? İsti külək adamın üzünü yandırırdı. Necə külək isti? Elə sifətin özüdür burada. İsmin sualına cavab vermir. Yaxşı adam, necə adam? İgid əskərlər mühasirəni yardılar. Necə igid? Gənc oğlan köməyə gəldi. Necə gənc? İgid ölər, adı qalar. Görürsünüz, bu adlı haldadır, şəkilçi yoxdur. Deyə bilərik ki, igid insan ölər, adı qalar deyə bilərəm. Həm də igid. Kim? İgid. Çıxardıq cümlədən. Burada kim sualına cavab verdi? Çıxartdıq. İgid. Necə? İgid. Sifətin sualına cavab verdi. Deməli, bu normalda sifət imiş. Gəlib girib cümlənin içərisinə ismin sualına cavab verib, isimləşibdir. Bunu yaddan çıxartmayaq. Digər suallar da onunla bağlıdır. İstəyərəm ki, özünüz yazasınız. Sifətdən bu qədər. Kiçik mövzu olsa da, asan mövzu olsa da, əslində xırdalığı çoxdur. Deyim, çox gözəl yerlərdən vurur həmişə. Uğurlar hər birinizə.